Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yəssir li əmri. Vahlul uqdətən min lisani yefqahu qavli. Uca Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak mütəhhər ailəsinə. Salamlayıram dəyərli Mirac Media TV izləyicilərini. Əziz izləyicilər, bugünkü mövzum Həzrəti Əmir əl-Möminin Əli əleyhissalamın haqqındadır. Əssəlamu aleykə ya əminallahi fi ərdi və hüccətəhu alə ibadih. Əssəlamu aleykə ya Əmir əl-Möminin. Əziz izləyicilər, mən sizə Həzrəti Peyğəmbərin Şaban ayının sonunda Həzrəti Əmir əl-Möminin Əli əleyhissalamın haqqında sualının cavabında buyurduğu kəlamı və hədisi istərdim nəzərinizə çatdıram. Orada Həzrəti Peyğəmbər Əli əleyhissalama öncədən xəbərdarlıq edir. Peyğəmbərimiz buyurur: Ey insanlar! Bu ayda cənnət qapıları açıqdır. Allahdan istəyin ki, onun üzünüzə bağlamasın. Bu ayda cəhənnəm qapıları bağlanıbdır. Allah'a yalvarın ki, onu üzünüzə açmasın. Və bu ayda şeytanlar zəncirlənmişdir. Allahdan istəyin ki, onu sizə hakim etməsin. Həzrəti Əli əleyhissalam bu zaman soruşur: Ey Allahın Rəsulu, bu ayda ən gözəl əməl hansıdır? Həzrəti Peyğəmbər cavab verir: Bu ayda ey Həsənin atası, ən gözəl əməl Allahın haram buyurduğu işlərdən çəkinməkdir. Bu zaman Həzrəti Peyğəmbər ağlamağa başlayır. Həzrəti Əli əleyhissalam sual edir: Ey Allahın Rəsulu, nə üçün ağlayırsan? Həzrəti Peyğəmbər cavab verir: Ya Əli, ona görə ağlayıram ki, sənə bu ayda hörmətsizlik edəcəklər. Sanki səni namaz halında görürəm. Amma indiyədək gəlib getmiş olan ən bədbəxt, ən namərd şəxs sənə qılınc zərbəti endirəcəkdir və sənin saqqalın alqana boyanacaq. Həzrəti Əli əleyhissalam sual edir: Ey Allahın Rəsulu, bu hadisə mənim dində sabit qədəm olduğunda mı baş verəcəkdir? Həzrəti Peyğəmbər buyurdu: Bəli, elədir. Ey Əli, sənin canına qəsd edən kəs mənim canıma qəsd etmişdir. Səni qəzəbləndirən kəs məni qəzəbləndirmişdi. Səni təhqir edən şəxs məni təhqir etmişdi. Çünki sən mənim özüm kimisən. Sənin ruhun mənim ruhum deməkdir. Uca Allah səni və məni yaratdı və seçdi. Məni Peyğəmbər olaraq, səni isə imam olaraq. Səni rədd edən kəs mənim Peyğəmbərliyimi də rədd etmişdi. Sən mənim vəsiyyim, evlatlarımın atası, qızımın sevimli həyat yoldaşısan. İstər mən həyatdaykən, İstər vəfatımdan sonra sən mənim canişinimsən. Sənin əmrim mənim əmrim, sənin qadağan etdiyin şey mənim qadağam sayılır. Məni Peyğəmbərliyə seçən və məni ən yaxşı məxluq qərar verən Allaha and olsun ki, sən Allahın bəndələrinə hüccəti, imamı və yer üzərində xəlifəsisən. Bəli, əziz izləyicilər, Həzrəti Əli əleyhissalam Ramazan ayının 19-cu günü sübh vaxtı zərbətləndiyi günüdür və bir gün sonra isə şəhadətə qovuşur. Əmir əl-Möminin Əli əleyhissalamın şəhadət gecələri Qədr gecəsinin 1-ci və 2-ci Qədr gecəsilərində təsadüf edir və bu gecələrdə Əli əleyhissalamı yad eləmək müstəhəb və çox savablı əməllərdəndir ki, hətta onun bir zikri var, müəyyən qaydaları və namazları var ki, istəsəz inşallah bu əhya gecələrində istifadə edərsiniz. Ümumiyyətcə, Əli əleyhissalamı yaxından və uzaqdan ziyarət etməyin bu gecələrdə çox savabı vardır. O cümlədən bir zikri qeyd edim ki, 100 dəfə deyirsiniz: Allahümmə lən qətələtə Əmir əl-Möminin. Allahım Əli əleyhissalamın qatilinə lənət elə. Bir daha təsliyyət deyirəm hər birinizə. Əssəlamu aleykum və rəhmətullah və bərəkət.